Mexanizm nə qədər sadədir? Deyir, tap eybi, gətir mənə ver, düzəldim. Bunu eləmək istəmirik. İndi səni saxlasalar, desələr, neçədən eybim var? İnanın, çoxumuz tapa bilmərik. Deyər, elə mən imam övladıyam. Heç nə, məndə nə eyb hardan, nə gəzir. Amma belə necə deyim, sizə, əda çıxardanda günahkarıq falan. Günahkarıq nədir günahın? Bir tapmısan, nədir? Təkəbbür deyirsən, deməndə yox. Həsəd deyirsən, deməndə yox. Heç nə bunda yox, amma deyir ki, mən günahkaram. Belə adamlar bağışlanmır. Vallah, mə yəncu minəz-zəmb İlla mən əqərrə bih, deyir, and olsun Allaha, günahdan ancaq etiraf eləyənlər nicat tapacaq. Başqaları yox. Günahı dilinə gətirib etiraf edənlər nicat tapacaq. Qeyriləri yox. Əli əleyhissalamın Kumeyl duasına baxın, necə günahları ilə məşğuldur. Həzrət Əlidə günah yoxdur, amma adam ucaldıqca özündə günah daha çox görür. Biz deyirik, ilah, günahlarımı bağışla. Vəssalam. Deyir ki, Allahümmə qfirliyyəz-zunubəlləti tunzilul bəla. Günahlar fərqlidir. Bəla nazil edən günahlarımı bağışla. Allahümmə qfirliyyəz-zunubəlləti tuğayyirun ni'əm. Neymətləri əlimdən alan günahları bağışla. Neynədir ki, indi bu neymətlərdən məhrumuq, 2 ilə yaxındır, 2 ilə gedir ki, məsciddən, ziyarətdən, duadan, ibadətdən, yəni ictimai əməllərdən məhrumuq. Neynədir ki? Neynəmişik? Yaxşı, bu virusun təbii səbəbini araşdırdılar, tapdılar. Yox, biz Allahın bir hikməti nə idi bu işdə? Niyə özümüzə gəlmirik? Neynədik və niyə etiraf eləmədik ki, bəla girdi dövriyəyə, ki, bəla bizə nəyəsə başa salsın? Niyə rahat etiraf eləmədik ki, bəlasız Allah deyir də başa düşdü də bəla nəyə lazım? Bəla nə üçün rəhmətdir? Bəla zəifliyimizi, eybimizi bizə başa salmaq üçündür. Əgər insan özü tapırsa da bəla ilə niyə ədəbləndirsin ki? Bəla ilə niyə tərbiyələndirsin ki? Nə üçün, nə səbəbdən? Allahümmə qfirliyyəz-zunubəlləti təhtikul isam, ismət pərdəsini yıxan günahlarımı bağışla. Bir-bir günahlarını dilinə gətirir. Deyir, hər gün gecə imkanınız varsa, 300 dəfə hər gecənin payıdır. Allahdan 300 dəfə üzr istəyin. 70 dəfə istiğfar eləyin, gecə namazı qismət olsa. 70 dəfə. Niyə bu qədər çox? Çünki insan zatən naqisdir. Üzrxaxlığı ilə inkişaf eləyir. Allah istəmir gün hər gecə bizi sındırsın, gəlin məndən üzr istəyin. Xeyr, bu üzrxaxlıq səbəb olur biz inkişaf eləyək. Rəhməti cəlb eləməyin yoludur. Olmasaydı Allahın nəyinə lazım sən gedib ona etiraf eləyəsən, eləməyəsən. Bu gecə çoxlu istiğfar eləyək, çox bağışlanmaq istəyək. Bu gecə xüsusilə 19-cu gecə daha çox təkid olunub, istiğfar gecəsidir deyirlər. 19-cu gecə. Birinci qədir gecəsidir də bu, ikisi qabaqdadır. Birincisində deyir, keçmişin ki, yükün yığmısan çiynivə, azad ol ondan. Çünki keçmiş sənin əl-ayağıva dolaşır. Keçmiş gələcəyə əsir eləyib sənin. Biz səbəb-nəticə dünyasında yaşayırıq. Biz o qədər əməllər eləyirik ki, gələcəyimizdəki hadisələr dəyişir günahlarımıza uyğun. Günahlarımıza görə silsilə bəlalar bizi gözləyir. Sıfırlama fürsəti 19-cu gecədir. Üzr istəyirsən, Allah deyir ki, dəyişdim, bütün müqəddəratı dəyişdim. Bu günahlar səbəb olacaqdır gələcəkdəki bəlalara. Sən etiraf elədin və səlam, keçmişdən azadsan. Görün, nə əzəmətli gecədir, nə gözəl gecədir. Keçən il dedim, lənət oxuyuruq da bu gecə. Allahümməl ən qətələtə əmiril müminin 100 dəfə Əli əleyhissalamın qatilinə lənət oxuyuruq. Qatillərinə. Əli əleyhissalamın qatili kimdir? İbn-i Mülcəm. İbn-i Mülcəm indi əzabın içindədir. Ahirətdədir. Bəli, onun şəxsinə də lənət oxuyuruq, o heç. Amma bu qədər lənət 1400 ildən sonra nə üçün hər dəfə deyib bunu təkrar elə? Nə üçün? İbn-i Mülcəm bir təcəssümdür. Günah təcəssümü, pislik təcəssümü. Pisliyin bir örnəyidir, pisliyin örnəyidir. Biz bir fərdə lənət oxumuruq. Fərdi o günə qoyan pisliklərə lənət oxuyuruq. Adamı İbn-i Mülcəm eləyən günahlara lənət oxuyuruq. İbn-i Mülcəm olmağa lənət oxuyuruq. İbn-i Mülcəm olmağa.
Bu lənət İbn-i Mülcəmdə toplanıb Əlinin qatilində. Amma günaha nifrət eləmək üçün Allah bunu bir şans verib bizə ki, bu gecə Həzrət Əli şəhid olub, kimin əli ilə bir şəxsin, o nə qədər rəzildir, onu o günə nə qoydu günah, o günahdan mən deyilirəm axı. O günahdan mən deyilirəm. Günaha nifrət eləmək üçün Allah Əli əleyhissalamı bu gecə şəhadətə çatdırıb, İbn-i Mülcəmi də yolun kənarına qoyub ki, bax, bu sən də belə ola bilərsən. Potensial İbn-i Mülcəm olmaq qabiliyyəti var adamlarda. Onu o günə qoyan görsəndə də var, niyə insan gedir, imam qatili olur günah səbəbindən? Göründü, tövbə bizi hansı təhlükədən qurtarır? Tövbə bizi İbn-i Mülcəm olmaq təhlükəsindən xilas edir. Görün, nə qədər möhtəşəm hadisədir. Risk nə qədər böyüdür. Bizə təəccüblü gəlir, bizə elə gəlir ki, İbn-i Mülcəmlər cəhənnəmdən çıxıb dünyaya gəliblər. Yox, İbn-i Mülcəmlər də sən mənim kimi məscid əhli, ibadət əhli, namaz qılan, oruç tutan adamlar olub. Təhlükəlisi bundadır. İbn-i Mülcəm mücərrət bir anlayış deyil, insan tipidir, insan növüdür. Səndə də ondan gör var, yoxsa yoxdur, özü var, araşdır. Günaha nifrət eləmək üçün İbn-i Mülcəmin rəzilliyi bizə kömək eləyir. Və bir adam günahdan azad oldusa, gör nə qədər sevinməlidir ki, təhlükə böyük idi, risk böyük idi, qatil olmaq riski var idi, imam düşmən olmaq riski var idi. Mən bu riskdən azad oldum. Ona görə görün, nə qədər möhtəşəmdir Allahın rəhməti. Nə qədər möhtəşəmdir. Birinci gecə eyiblərə fokuslanaq. Gecənin bir vaxtını ayıraq deyək, bax, mən özümü tanıyıram, məndə bu xüsusiyyətlər var. Lənət olsun bu xüsusiyyətlərə. Azad elə ilahi məni bunlardan. Nifrət eləyək günaha, nəfsimizdən əsəbləşək. Neçə ildir, hər gecə Qədir gecəsində mən bu hadisələri danışıram, yorulmuram və yormur da. Çünki həmişə təzədir. Bir neçə il bundan qabaq, xeyli il bundan qabaq, Əllamə Məliki Təbrizi, çox sevdiyim ariflərdən biridir. Bir kitabı var Liqaullah, bir kitabı var Əl-Muraqibat. Hər ikisini mən oxumuşam. Əl-Muraqibat kitabında münacatlarından birində, bir hissəsində qəribə bir münacat edir Allahla. Deyir ki, ilahi nəfsimin əlindən o qədər əsəbiyəm. Bu alçaq nəfsimin əlindən o qədər əsəbiyəm ki, gücüm çatsaydı, dözə bilsəydim. Deyərdim, ay Allah, at cəhənnəmə yandır, baxım kef eləyim. Deyim, əcəb oldu sənə, özüm öz əlimdən belə qəzəbliyəm. Özüm öz əlimdən belə əsəbiyəm. Amma deyir, heyf ki, taqətim yoxdur mənim, dözümüm yoxdur mənim. Cəhənnəmə dözmək olmur, ona görə deyirəm bağışda. Yoxsa öz əlimdən elə qəzəbliyəm ki, deyərdim, yandır, bu nəfsi mən ləzzət alım. Bu qədər, adam belə əsəbi olsun, öz nəfsinin əlindən. Özündən əsəbi olmasın, başqalarına aqresiv olacaqsan. Qəzəbi tökməyə adam axtaracaqsan. Qaşqabaqlı olacaqsan, acıqlı olacaqsan. Amma özünə qəzəbli olanlar başqalarına qarşı mərhəmətli olur. Öz nəfsinə qəzəbli olanlar. Bu gecə əhya gecəsidir, dirilmək gecəsidir. Etiraf gecəsidir. Kimə etiraf edirik? Allaha. Heç kəs bizə onun qədər aşiq deyil. Allah bizim aşiqimizdir. Günahkarımızın da aşiqidir. O Allahdır ki, deyir, mənə günah eləyib, arxa çevirib gedənlər, kaş biləydi, arxalarıca necə həsrətlə baxıram. Adamı dəli eləyir bu hədislər. Sanki bizə möhtacdır, elə danışır. Kaş dönərdilər. O bizim dönməyimizi gözləyir, o bizim geri dönüşümüzü gözləyir, qayıtmağımızı gözləyir. Arxain olaq mehribanlığına, amma bir şey aparaq, eyiblərimizi aparaq təqdim eləyək ki, bax, içimi qaraldan bunlardır. Gücüm çatmır, neyniyim? Sənin gücün çatar. O da deyir, əlbəttə ki, gücüm çatar. Gətir, tərtəmiz eləyim, paçlayım. Uşaq necə körpə, uşaq anasının qucağına qaçır, aram olur. Görmüşük də, uşaq anasının qucağındadır. Qohumlardan biri nazir də olsa, gəlir nəsə eləməyə üzünü çevirir. Anası ilə aramdır. Heç kəsi saymır. Çünki sevgisinə əmindir. Başına nəsə bir təhlükə görən kimi qaçır anasının üstünə, ana da qucağına alır. Hərdən görəndə ki, qaçanda üstünə, məsələn, uf oldum, qaçır üstünə anasının.
ana yarasını düzəldir, sarıyır. Sonra görəndə ki, heç nə yoxdur, o nəvazişi istəyir. Özünü vurur buna ki, uf oldum, heç nə yoxdur, gedir. Övliyalar belə eləyir. Bax, gedir Allaha deyir ki, mən günahkaram. O nəvazişdən xoşu gəlir. Allah da onları nəvaziş eləyir.